Hamıya salam, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bu gün sizlərlə paxlalı dovğa reseptini bölüşəcəm. Yeməmisinizsə mütləq yeyin, çox ləzzətli olur. Hər şeyi mövsümündə yemək lazımdır. Gördüyünüz kimi əvvəlcə paxlaları təmizləyirəm. Hər ehtimal suda 2 saat saxlamaq lazımdır ki, zəhəri olmasın. Və qayıdıram yeməyin hazırlanmasına. Biraz düyü əlavə edirik, bir yumurta, bir qədər də un əlavə edib yaxşıca qarışdırırıq. Daha sonra üzərinə ayranımızı əlavə edirik. Ocağın üzərinə qoyub qarışdırırıq. Dayanmadan bulayırıq və qaynara düşəndə isə üzərinə bir qaşıq duz əlavə edirik. Qaynara düşəndən sonra paxlaları əlavə edib biraz da qaynadırıq. Daha sonra üzərinə doğranmış şüydü əlavə edirik. Sizin şüydünüz 2 dəstə olsa daha yaxşı olar. Məndə 1 dəstə oldu. Şüyüdü əlavə edəndən sonra da bir qədər qaynadıram. Və budur, dovğamız artıq hazırdır. Hazırlayan hər kəsə nuş olsun. İnanın bunun ləzzətini bir dadan bir də dadmaq istəyəcək. Sağ olun, hələlik.